Holcim Azərbaycan şirkəti ölkənin 14 regionunda usta mənəm müsabiqəsinin qrand final mərhələsini keçirib. Müsabiqədə 1000-dən çox usta qeydiyyatdan keçib. Onlardan 28 nəfər finala vəsiqə qazanıb. Burada ən peşəkar 28 usta, ilin ustası adı uğrunda mübarizə aparır. Müsabiqəmizin mahiyyəti ustalar arasında peşəkarlıq səviyyəsinin, innovativ məhsullar haqqında geniş məlumatı çatdırmaqdır. Holcim Azərbaycan olaraq final mərhələsində bizim məqsədimiz sağlam rəqabət yaratmaqdır. Necə deyərlər, ən güclü qalib gəlsin. Holcim şirkəti ilə İqtisadi İnkişaf Agentliyinin Peşə Təhsil Mərkəzi əməkdaşlığında Azərbaycanda ilk dəfə usta mənim yarışması keçirildi. Əminəm ki, bu layihənin nəticəsində qalib gələn şəxs, beləcə digər iştirakçılar gələcəkdə Azərbaycanda əmək bazarında layiqli bənlərin yetişməsində öz müsbət təsirini göstərəcək. Birinci yeri qazanan şəxsə avtomobil, ikinci və üçüncü yerin qaliblərinə qiymətli hədiyyələr. Finalda iştirak etmiş digər iştirakçılara isə dəyərli hədiyyələr təqdim olunub.